Yallah. Sabahınız xeyirli olsun əziz dostlar. Hər birinizi MRT İnşaatdan salamlayıram. Yeni gələn dostlarımız var ki, onlar da canlı buradan qucaq dolusu salamlarımızı göndərik və yenə də evlərinizin qonağıyıq ki, sizə bu bölmələr haqqında yenə də ətraflı məlumatlar verək ki, əziz dostlar, siz də bu məlumatlardan xəbərdar olasınız və boyalardan başlamaq istəyirəm elə. Diqqət yetirsək, endirimli boyalar yalnız alış qiymətində, yəni fabrik qiymətindədir. Bax, burada gördüyünüz boyalar və eyni zamanda digər marşal boyalarımız da var ki, onların da hər biri endirimli qiymətədir, yəni fabrik qiymətində. Yəni bu boyaların üzərinə qəpik də olsa pul qoyulmur. O səbəbdən artıq ev təmirinə başlayan dostlar rahat şəkildə buyurub bu boyalardan əldə eləyə bilərlər. Qoy bunların birinin üzərini soymaq məcburiyyətindəyəm ki, canlı dostlara göstərim. Görün bunun qiyməti nə qədər olub, indi neçəyədir? Aha, 150 manatdan düşüb 125 manata, yəni fabrik qiymətinə və hər birinin də üzərində xüsusi olaraq qiymətlənməsi həyata keçirilib. Yəni alt qiyməti də var ki, əvvəl neçə olub, daha sonra isə üst qiyməti də onun üzərinə vurulubdur. Silikonlu fasad üçündür, eyni zamanda silikonlu flat boyamızdır. Daha sonra isə baxın burada da var, silikonlu matdır, plastik matdır, silikonlu özəl matdır. Yəni bütövlükdə nə istəsəniz rahat şəkildə bax bu bölməmizdə yalnız və yalnız fabrik satış qiymətinə məhsulları əldə etmə imkanınız var və hər bir malın da üzərində xüsusi olaraq qiymətləndirilməsi həyata keçirilib. 21 manatdır əziz dostlar. Digər yerlərdə bu qiymətə tapa bilməyəcəksiniz bu məhsulları və bütün məhsullarımız yalnız orijinaldır və parlaq boyamızdır burada. Digər parket boyalarımız var, emulsiyalarımız var, kraskalar var. Marshall firmasına məxsus yalnız və yalnız fabrik qiymətindədir. Bunu diqqətinizə çatdırmaq istəyirəm. Eksport boyamız var eyni zamanda və bu məhsulları MRT İnşaatdan daha sərfəli, daha ucuz qiymətə əldə etmə imkanınız var. Və bu endirimləri həyata keçirdirik ki, hər biriniz öz mənzilinizi bu boyalardan istifadə etməklə daha gözəl rəngə gətirə bilərsiniz. Burada bizim setkalarımız da mövcuddur ki, bu setkalar suvaqda da istifadə olunur. Suvaqdan əlavə həyət yerlərində insanlar cücələrini, toyuqlarını saxlamaq üçün də bundan istifadə edə bilərlər. Bu setkalar əslində onun üçün nəzərdə tutulub. Cücələri, toyuqlara yer düzəltmək üçün, yəni dam düzəltmək üçün keçmişdə müəyyən taxtaları bir-birinə vurmaqla düzəldirdilər, nə bilim, daşdan hörürdülər. Bu isə bir qədər bu toyuqların rahat içində gəzməsinə mane olurdu. Çünki qapalı olurdu. O səbəbdən isə bax belə gördüyünüz setkalar üzərində də qiyməti var. 1 metrəsi 1 manat 20 qəpikdir. 3 rəngi var. Bunun qarası var, sarısı var, göyü var. Bundan da rahat alıb istifadə edə bilərsiniz. Həm bir həyatda, həyətinizdə, məhlənizdə gözəl bir görkəm verəcək. Həm də cücələriniz rahat içində gəzməklə daha çox yumurta verəcəklər. Daha sonra isə burada əziz dostlar, bax üzərində də qeyd olub 70 qəpikdir setka şpakulyovka üçündür. Çünki alçıpan vuranda adətən alçıpanların o bir-birlərinə xətləri olur da, yan-yana qoyub vurursan. O gələcəkdə emulsiyada çatlamaması üçün, şpakulyovkada çatlamaması üçün bax bunu üzərinə sərib rahat şəkildə üzərinə şpakulyovka vurursan ki, bu setka onun çatlamasının tam olaraq qarşısını alır. Bu setkalarımız da suvaq üstü setkalar hesab olunur. Suvaqda istifadə edə bilərsiniz. Hörgüdən sonra bu setkanı divara bərkitməklə üzərinə yenidən suvaq vurmaq mümkündür ki, bu da həmin necə deyirlər, daşların arasının çatlamasının qarşısı. Bunun da üzərində qiyməti var. 1 metrəsi 4 manata siz dostlara təqdim olunur. Yəni burada A-dan Z-yə tək bunlar deyil, burada müxtəlif ölçülü setkalar mövcuddur ki, siz də ala bilərsiniz. Bir qədər də keçmişə nəzər salsaq, insanlar daha çox ev işlərində, müəyyən bəzəklərdə xüsusi olaraq lepkalardan istifadə edilir. Bu lepkaların hazırlanması olduqca çətin idi. Bu barədə məlumat verəcəm. Ancaq bir halda bu stendi gördümsə, istəyirəm bu haqqında da sizə məlumat verim. Dostlar, bunlar pərdəlikdir, xüsusi dizaynla hazırlanır, yəni sifarişlə həyata keçirilir. İstədiyiniz rənglər, istədiyiniz görünüş, istədiyiniz dizaynda, istədiyiniz ölçüdə sifariş verməklə bax
bu bəzəkləri pərdəliklərinizin üzündə istifadə etmə imkanınız var. 40 santimetrdir, qiyməti 15 manatdır. Yenə 40 santimetrdir, 15 manatdır. Yəni 15 manata sizə təklif olunur. Bax bu gördüyümüz dekorlar ki, bunu da pərdəliyin üst hissəsinə, yəni karnizin üzərinə rahat vurmaq olur ki, arkası yapışqanlıdır, yəni silikonludur. Onu vurursunuz və ömür boyuna oradan çıxa bilməz, nə qırıla bilməz, nə sına bilməz. Yəni heç bir halda heç bir şey baş verə bilməz. Daha sonra gəlib bir qədər ondan danışaq. Sonra mən başlayacağım sizə bunlardan haqqında məlumat verməyə. Yəni çılçıraq atlığıdır. Hə, keçmişə bir qədər nəzər salaq, gedək. O vaxtı şpakulyovkalardan hazırlanırdı. Şpakulyovkaları hazırlamaq da xüsusi bir proses olmalı idi ki, onlar hazırlansın. Müəyyən qatqılar əlavə edirdilər, qaynadırdılar, daha nələr, yəni iş uzun çəkirdi və həmin o məhsullardan daha sonra isə belə paduqalar, belə kantlar əmələ gəlirdi. Yəni hazırlayırdılar və onun da üzəri keçmişdə də belə zərlər var idi. Kiçik ancaq zərlər idi. Üzəri kraska vurandan sonra o zəri vurub çəkməklə biz müəyyən lepqaların bəzək hissələrinin üzərini rəngləyə bilirdik. Ancaq elm, texnologiya günü-gündən inkişaf etdi. Artıq bax belə materialda olan paduqalarımız və kantlarımız, yəni lepqalarımız həyata gəldi. Bunlar olduqca yüngüldür, divara da yapışdırılması çox asandır və bir-birinə yapışdırmaqla ara məsamələrini də rahat şəkildə itirmək olur ki, divarınızda bunu sanki bütöv şəkildə görəcəksiniz. Yəni paklabok materialındandır. O səbəbdən qırılanda, çatlayanda belə rahat şəkildə bunların aralarını düzəltmək mümkündür. Burada həm zərlilər var, həm sadələr var, həm də bizim burada necə deyək, kantlar var ki, bunlar da yenə də dostlar gəlib söyləyirlər ki, bizə lepqa lazımdır. Yəni keçmişdə dədə-babadan elə biz bunlara lepqa demişik. Bu da evin müəyyən görünüşündə gözəllik verir, bir qədər də dizaynləşdirə bilərsiniz, bir qədər də müxtəliflik yarada bilərsiniz. Və yenə də biz lepqalardan istifadə edirdi çılçıraq atlığına. Yəni bir qədər rahat olsun deyə lüstr söyləyəcəm ki, tez-tez istifadə olunacaq. Bax belə çılçıraq atlarımız və bunun da qiymətləri var. Kataloqumuz buradadır və kataloqda rahat şəkildə bütün bunların qiymətləri qeyd olunubdur və hər birinin şəkili, hər birinin qiyməti bizim kataloqumuzda var. Siz də ondan istifadə eləyə bilərsiniz. Böyük ölçülər də var, kiçik ölçülər də var. Nə qədər istəsəniz, neçə metr istəsəniz rahat alıb kəsin və ya da kəsmədən birbaşa da elə mənzilinizi gözəl görkəmə gətirərsiniz. Yenə də söyləmək istəyirəm, üzəri zərli olanlar da var, üzəri saya olanlar da var. Yəni düz olanlar da var, belə rəngli olanlar da var. Yəni bunlar rəngsiz, yəni qızıllı deyirlər bunlar, sadədirlər. Qızılı istəsəniz, yəni qızıldan da seçmək imkanınız var. Böyük ölçülər də var, kiçik ölçülər də var. Burada ölçülər artıq qeyd olunubdur. 39, 09, 10-luq, P100 bu nömrələnməyə baxmaqla siz kataloqumuzda rahat onun qiymətləri haqqında da məlumat əldə edəcəksiniz. Keçid alaq çılçıraq atlarına. Çılçıraq atları da yenə keçmişdə gipsdən hazırlanırdı, tökülürdü. Müəyyən bəzə işlərini artıq tavanda görürdülər. Ancaq bir qədər müasirləşdik. Belə gördüyünüz şəkildə, istədiyiniz ölçüdə, istədiyiniz rəngdə, istədiyiniz dizaynda MRT inşaatda məsələ çılçıraq atları var və diqqət yetirsək elə çılçıraq atlarımız var ki, onlar işıqlandırlar. Yəni LED-dir, əziz dostlar. Siz də çılçırağınıza rahat qoşa bilərsiniz. Bütün kənarlarında çox maraqlı bir işıq rəng çaları və müxtəlifliyi sizin diqqətinizi özünüzə çəkəcəkdir. Böyük ölçülü lüstr atlarını düzəltmək o qədər çətin olurdu. Çünki tam olaraq mərkəzləşdirmək lazım idi və mərkəzləşdirmək lazım olduğu üçün də müəyyən ölçü işləri aparmaq lazım idi. Ancaq indi belə tam olaraq həm yüngül, əziz dostlar, həm yüngül, həm də divara rahat şəkildə yapışdırılması, bəlkidilməsi mövcud olan bax belə bizim çılçıraq atlarımız var. Qiyməti 43 manatdır, işıqlıdır bu da. İşığa qoşduğumuz zaman onun kənarlarında içərisi, yəni LED var. O da bizim tavanımızda gözəl görkəm verəcək və ölçüləri müxtəlifdir. Yəni kiçik ölçülərdən ta böyük ölçülərə qədər burada diqqət etək. Baxın 90-ın 90-a da var. Qiyməti 50 manatdır və daha böyük ölçülü bizim çılçıraq atlığımız da var. Bunların LED-lə olanı da var, LED-lə olmayanı da var və daha sonra isə belə də var. Yəni
Tropka materialından, onun da qiyməti üzərində qeyd olunub. 2 manat 40 qəpikdir. Bu penoplast materialıdır və böyük ölçülərimiz də var, kiçik ölçülərimiz də var. Qiyməti 4 manat 20 qəpikdir. Penoplastdandır. Belə daha bəzəkli istəyirsinizsə belə də var. Bunun da qiyməti 4 manatdır. Ortasını deşirsiniz, lüstr altına vurursunuz və çılçırağınızı üzərinə rahat şəkildə asmaq imkanınız var. Yəni bir daha qeyd etmək istəyirəm, burada maşallah çoxdur həmin çılçıraq atlarımız və siz də onları almaqla mənzilinizi gözəlləşdirə bilərsiniz. Burada bir qara rəngi də var. Diqqətimi çəkdi. Qiyməti 42 manatdır. Bunun da qiyməti 42 manatdır. Müəyyən rənglərlə kombinasiya olunubdur. Adətən insanlar müəyyən yerlərdə qara rənglərə daha çox üstünlük verirlər və o səbəbdən belə çılçıraq altlığından istifadə eləyə bilərsiniz. Burada onun sarı rəngi də var. Nə bilim, ağ rəngi də var, yenə qarışıq rənglər də var, lepqalı olanı da var üzəri. Baxın, lepqalıdır üzəri, lepqalı olan söyləyirlər. Bu sarı olandır, bu ağ olandır. Bu bütövlükdə sarı ilə, həm də içərisi aboy ilə əhatələnibdir. Yəni aboyunuzu bu rəngdə də seçə bilərsiniz və yaxud da ki, istədiyiniz aboy bunun içərisinə də vura bilərsiniz. Yəni divarda olan aboyu kəsib bunun içərisinə vurmaq olur. Bax, eyni zamanda balaca ölçülər də var. Bunun da içərisinə həmin aboydan kəsib vurmaq mümkündür. Yəni nə istəsəniz, necə etmək istəsəniz rahat şəkildə düzəldə bilərsiniz. Çünki MRT İnşaatda hər bir halda sizə yaxından kömək edəcək dəyərli dostlar var ki, onlar bu işin peşəkarlarıdır. Yetər ki, siz gəlin MRT İnşaata və bütün bu gözəlliklərlə, bütün bu yeniliklərlə yaxından tanış olun. Tək bununla bitmirik. Bir daha qeyd eləmək istəyirəm. Hər dəfə çəkilişlərimizdə mən bunları sizin diqqətə çatdırıram ki, 365 gün bizim MRT İnşaatda lotereya həyata keçiriləcəkdir. Artıq bütün lotereyalarda Niva markalı avtomobil oynanılacaq və digər bahalı hədiyyələrimiz də var. Yəni avtomobillər dəyişəcək. Bu lotereyamızda Niva markalı avtomobildir, digər lotereyamızda hansısa bir avtomobil ola bilər, amma avtomobilsiz lotereyamız olmayacaq. Ona görə də hər 50 manatlıq alış-verişdə sizə bir kupon veriləcək. Ad, soyad, əlaqə nömrəsi yazılmaqla sehirli qutumuzun içərisinə atılacaq və özəl olaraq onu qeyd etmək istəyirəm ki, lotereyamıza artıq bir start vermişik. Zəfər günü ilə bağlı olan lotereyamızdır ki, hər birinizi gözləyirik. MRT İnşaata yaxınlaşıb bu lotereyada iştirak etmək şansı əldə edəsiniz. Bəlkə kim bilir, elə avtomobil sizin özünüzün olacaqdır. Eyni zamanda pulunuz yoxdursa yenə də narahatlığa əsas yoxdur. Tək şəxsiyyət vəsiqəsilə gəlirsiniz, yerində kreditləşmə baş verir və o məbləğə uyğun buradan istədiyiniz məhsulların əldə etmə imkanınız var. Bir kart, taksit kart da keçərlidir. Biz çalışırıq ki, sizin mənziliniz gözəl, eviniz rahat və komfortlu olsun. Çünki bura MRT İnşaatı nə etmək lazımdır? Sizli, bizli bərabər tikməliyik.